günəş kremlərinə yeni nəsil qoruyucu əlavə olunur. Amerika Birləşmiş Ştatlarında günəşdən qoruyucu vasitələr sahəsində mühüm yenilik baş verib. Amerika Birləşmiş Ştatları Qida və Dərman Administrasiyası son 20 ildə ilk dəfə olaraq yeni günəş kremi tərkib hissəsi olan bemotrizinolun istifadəsini təsdiqləyib. Bu maddə artıq uzun illərdir Avropa və Asiya ölkələrində geniş istifadə olunur. Mütəxəssislərin fikrincə bemotrinizol ultrabənövşəyi A və B şüalarına qarşı effektiv qoruma təmin edir. Hazırda Amerika Birləşmiş Ştatlarında istifadə olunan bəzi kimyəvi filtrlərdən fərqli olaraq bemotrinizol dəridən sorulmur və yüksək fotostabilliyi ilə seçilir. Bu isə onun günəş işığı altında təsirini daha uzun müddət saxlamasına imkan verir. Environmental Working Group təşkilatının məlumatına görə Amerika Birləşmiş Ştatlarında satılan bir çox günəş kremi ultrabənövşəyi A şüalarına qarşı kifayət qədər müdafiə təmin etmir. Halbuki məhz ultrabənövşəyi A şüaları dərinin vaxtından əvvəl qocalmasına və dəri xərçəngi riskinin artmasına səbəb olur. Yeni qərar Amerika Birləşmiş Ştatları bazarında günəş kremlərinin keyfiyyətinin yüksəlməsinə və ultrabənövşəyi A şüalarına qarşı müdafiənin güclənməsinə töhfə verəcək.